insanların neysə qulaq asmağını istəyirsənsə, onda durumlarda Allahın ayələrini paylaş, Quran paylaş. Və bil ki, sənin paylaşdığın Quran ona qulaq asan insanların qəlbinə təsir edəcəkdir. Onların qəlbinin xəstəlikdən qurtarmasına səbəb olacaqdır. Və necə ki, gəlir ki, o vaxtlarında Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtlarında kafirlərdən biri olur. Peyğəmbər sallallahu aleyhi və səlləm özdə adı yadından çıxıb qəbilə başçısı olur bildiyim qədər. Peyğəmbər s.ə.v onu məscidə bağlamağa əmr edir. Məscidin sütunlarından birinə bağlayırlar və məsciddə hər səhər fəcr namazında, məğrib və işə namazında Quran ayələri namaz səsli qılınır və o həmənki şəxs də hər zaman namaz qılındığı zaman Allahın ayələrini eşidərdi. 1, 2, 3 gündən sonra Subhanallah, Allahın ayələri onun qəlbini necə də çevirdi. Fikir verin, Subhanallah. Ona görə, yəni o insanın müşrik olan, kafir olan bir insanın Qurana qulaq asması, Quranı dinləməsi İslama hidayətə gəlməsinə səbəb oldu. Əgər sən də kiməsə nəsə fayda vermək istəyirsənsə, başqa şey də bilmirsənsə, onda qoy durumlarında Allahın ayələrini paylaş. Allahın ayələrinə qulaq asmağa səbəb ol. Və belə olduğu zaman sənin paylaşdığın bu paylaşım səbəbi ilə nə qədər insan qulaq asarsa, onun savabı sənə vardır. Və həmçinin sənin səbəbinlə bir insan hidayətə gələrsə, o bu sənə yer və onların arasında olan hər bir şeydən xeyirlidir. Və subhanallah, bundan böyük bir nemət mi ola bilər?